Əvvəl xanım, sosial mediada belə bir tendensiya yayılıb ki, bir arıqlama iynəsi var. O arıqlama iynəsini vurursan və arıqlayırsan sözün əsl mənasında. Hətta bir çox məşhurlar belə kəskin şəkildə arıqlayıblar. Bunu sosial mediada görə bilərik. Bu iynə necə çalışır? Ümumiyyətlə məsləhətdirmi, effektivliyi və s. necədir, hansı səviyyədədir? Tək bizim ölkəmizdə yox, ümumiyyətlə dünyada çox gözəl vurğuladınız, məşhurdur və bir çox məşhurlar bu iynə ilə arıqlayıblar. Məqsəd bu iynənin əslində ilk öncə şəkərli tip 2 diabet xəstələri üçün təyinatı idi, amma sonradan görüblər ki, eyni zamanda çəki də verir bu pasiyentlər və qərara gəliblər ki, bir başqa yoldan da təbliğatına başlasınlar və hal-hazırda da piyələnmə dünyada bir pandemiya alıb. Buna pandemiya deyə bilərik, pandemiya alıbdır və bu baxımdan da bir çox həkimlərə köməklik edir. Amma nüanslardan birisi nədir? Sağlıqlıdırmı bu iynələr və bu iynələrlə arıqlayan insanlar nəyə görə iynəni dayandırdıqdan sonra çəki alırlar? Və nəyə görə 25-30 kilo çəki atanlar, bəzi insanlar mədə-keçirtmə əməliyyatına 25-30 kiloya görə gedirdilər. Hal-hazırda iynə ilə arıqlayırlar. Burada əsas məsələ nədir? Təsir mexanizmi mərkəzi təsir mexanizminə malikdir. Yəni bizim beynimizdəki hipotalamusa təsir göstərərək iştahın kontroluna bizə köməklik eləyir. Eyni zamanda da bağırsaqdan biz yemək yedikdən sonra qan şəkərimizi tənzimləyən bir peptid əmələ gəlir. Onun əmələ gəlməsini stimullə edir. Yəni ona bənzər bir molekuladır və qan şəkərimizi tənzimlədiyinə görə aclıq hissimiz azalır. Amma ən əsası burada mədənin öz peristatikasından da gedir söhbət. Yəni mədə özü də yığılıb azalması ləngiyir, toxluq hissi uzanır. Bəli, tezliklə insan daha çox tox qalır, kimi hiss gəlir insana və başlayır çəki verməyə. Yəni bədənimizi bir növ aldadırıq. Bəli, bir növ aldadırıq. Yəni